Osmanlı İmperiyası. Bu sözü eşidən kimi yəqin ki ağlınıza dərhal möhtəşəm döyüşlər, qüdrətli sultanlar gəlir. Amma bu hekayənin bir də heç danışılmayan, hətta bəlkə də qəsdən gizlədilən bir üzü var. Bugün gəlin o pərdəni biraz aralayaq və tarixin dərinliklərində qalan həqiqətlər üzə çıxaraq. Yəqin ki gözünüzün qabağına dərhal sultanlar, böyük səfərlər, əzəmətli məscidlər gəlir. Elə deyilmi? Hə, bu hamımızın bildiyi, məktəbdə oxuduğumuz hekayədir. Yaxşı, bəs sizə desəm ki, bu rəsmi tarixin pərdə arxasında bombaşqa, deyərdim ki, daha rəngarəng bir aləm var. Gəlin görək nələr gizlənirmiş. Ən heyrətamiz məqam da elə budur. Baxın, bir yanda bizim beynimizdəki o ciddi, dindar Osmanlı obrazı var, digər yanda isə onların öz əlləri ilə yazdıkları mətnlərdəki reallıq. Və bu ikisi arasında sözün əsl mənasında bir uçurum var. Çünki o mətnlər heç də sərt, qanun-qayda dolu deyil. Əksinə, çox vaxt təəccüblü dərəcədə açıq-saçıq, hətta yumorla dolu, zarafatçıl bir dildə yazılıb. Odur ki, gəlin, bu paradoksun dərinliklərinə baş vuraq. Yəni, Osmanlı cəmiyyətinin tam mərkəzində dayanan, amma nədənsə, bugün üstündən sükutla keçilən o böyük ziddiyyətdən danışaq. Cinsəlliyə göstərilən o inanılmaz tolerantlıqdan. Sadəcə bir anlıq təsəvvür edin. Bir tərəfdə siyasi məsələlərdə zərrə qədər güzəştə getməyən, sultana qarşı deyilən ən xırda sözə görə insanları edam edən bir dövlət var. Çox sərt elə deyilmi? Amma işin qəribə tərəfi odur ki, eyni dövlət cinsəllikdən, erotikadan bəhs edən qələmlərə demək olar ki, heç bir etiraz etmirdi. Bu inanılmaz bir təzad deyilmi? Yaxşı, gəlin ilk və ən tutarlı sübuta keçək. Cinsəllik mövzusunda yazılmış o inanılmaz zənginlikdəki ədəbiyyata. Bəli, düz eşitdiniz. Bütöv bir ədəbiyyatdan söhbət gedir. Bu mətnlər bizə onu göstərir ki, cinsəllik heç də sadəcə küçədə, xalq arasında pıçıldaşan bir mövzu olmayıb. Əksinə, bu müzakirələr birbaşa sarayın özündə, hətta sultanlara məsləhət verən kitablarda, dini rəhbərlər üçün yazılan bələdçilərdə belə yer alırdı. Götürək məsələn Mürşid-i Mütahilin adlı kitabı. Bu əslində evli cütlüklər üçün bir dini bələdçidir. Və bu kitab cinsəlliyin o dövrdə dinlə nə qədər iç-içə olduğunun canlı sübutudur. Düşünün ki, kitabda cinsi əlaqə üçün oxunmalı dualardan tutmuş, toy gecəsi üçün xına qaydalarına, hətta uşağın oğlan olması üçün verilən, deyək ki, biraz qəribə səslənən astroloji məsləhətlərə qədər hər şey vardı. Amma işin daha praktik, daha açıq-saçıq tərəfinə gələndə Osmanlılar bahnamələrə müraciət edirdilər. Bahnamə, yəni hərfi tərcümədə güc kitabı. Bu kitabları bir növ Osmanlıların Kama Sutrası və ya Ətirli bağçası kimi təsəvvür edə bilərsiniz. Yəni tamamilə cinsi sağlamlığa, ləzzətə, praktik məsləhətlərə həsr olunmuş bələdçilər idi. Və bu bələdçilərin ən maraqlı cəhəti bilirsiniz nə idi? Onların tamamilə praktik və qətiyyən mühakimə etməyən tonu. Yəni bu kitablarda bu ayıbdır, bu günahdır kimi şeylər yox idi. Sadəcə və sadəcə konkret reseptlər, detallı təlimatlar verilirdi. Baxın, məsələn, 13-cü əsrə aid bir bahannamədən götürülmüş bu reseptə. Bu, həqiqətən də tarixi mətnlərin nə qədər canlı, həyata yaxın və bəzən də insanı təəccübləndirən ola biləcəyini göstərir. Yəni, məsləhətlər o qədər konkret idi ki, sanki dünən yazılıb. Amma bu açıq-saçıqlıq, bu sərbəstlik təkcə kitablarda deyildi. Yox, gəlin indi sizi daha da təəccübləndirəcək bir sahəyə aparaq. Söhbət Osmanlı klassik musiqisindən gedir. Baxın, Əli Ufki adlı çox maraqlı bir şəxsiyyət var. Əslən polyakdır, sonradan İslamı qəbul edib və sarayda tərcüməçi, musiqiçi olub və məhz onun topladığı notlar sayəsində biz bugün bilirik ki, hətta ən zərif, ən incə saray musiqilərinin sözlərində belə erotik mesajlar gizlənirmiş. Ufki sanki o dövrün musiqi mədəniyyətini bizim üçün bir xəzinə kimi saxlayıb. Məsələn, bu misraya bir baxın, olduqca cəsarətli səslənir, deyilmi? Bu da onu göstərir ki, söhbət sadəcə nəsə üstü örtülü, simvolik ifadələrdən getmir. Yox, saray bəstəkarları bəzən hisslərini çox açıq şəkildə ifadə etməkdən çəkinmirdilər. Bu isə o dövrün musiqisində çox tez-tez rast gəlinən bir metaforadır. Yetişməmiş meyvə obrazı. Bu, adətən ya yaşı çox az olan, ya da hələ fiziki bir münasibətə hazır olmayan bir sevgilini təsvir etmək üçün istifadə olunan incə bir işarə idi. Yaxşı, bəs bütün bu yazılanlar, bəstələnənlər, bunlar gündəlik həyatda, küçədə, cəmiyyətin içində özünü necə göstərirdi? İndi gəlin sənət aləmindən çıxıb birbaşa real həyata, İstanbulun küçələrinə baş vuraq. 408. Bu rəqəm sizə nə deyir? Bu, 17-ci əsr İstanbulunda fəaliyyət göstərən hamamların sayıdır.
Və bilməlisiniz ki, o dövrdə hamamlar sadəcə yuyunmaq üçün bir yer deyildi. Yox, onlar həm də sosial həyatın, görüşlərin və bəzi gizli subkulturalların döyünən ürəyi idi. İndi isə başqa bir rəqəm 2321. Bu isə həmin hamamlarda işləyən təllaqların, yəni kişi hamam xidmətçilərinin sayıdır. Düşünün, kişi gözəlliyinə bu qədər önəm verilən bir mədəniyyətdə bu rəqəm əslində çox şey ifadə edir. Və bu mövzuda yazılmış Dəllaqnaməyə Dilkuşa adlı bir kitab var. Tərcüməsi Qəlb açan hamam xidmətçiləri kitabı. Bu, sözün əsl mənasında o dövrün homoseksual subkulturası üçün bir növ kataloq idi. Bəli, bildiyimiz kataloq. İçində İstanbulun ən məşhur təllaqlarının bacarıqları, özəllikləri, hətta xidmət haqları belə ətraflı şəkildə yazılmışdı. Yaxşı, amma fikirləşməyin ki, bütün bunlar sadəcə küçələrdə, hamamlarda, yəni xalq arasında baş verirdi, qətiyyən. Bu açıqlıq, bu ehtiraslar sarayın ən yuxarı pillələrinə qədər uzanırdı. İndi sizi birbaşa sarayın içinə, sultanın özünün də adının qarışdığı böyük bir qalmaqalın mərkəzinə aparır. Gördüyünüz kimi bu real hadisə bizə ehtirasın, gücün və qısqanclığın imperiyanın ən yüksək zirvəsində belə necə döyüş bir faciəyə səbəb ola biləcəyini açıq-aydın göstərir. Təsəvvür edin, saray daxilindəki şəxsi bir məsələ böyüyüb beynəlxalq bir qalmaqala çevrilir. Bu, həqiqətən də o dövrün reallıqları haqqında bizə çox şey anladır. Yaxşı, bütün bu faktları, hekayələri, kitabları, musiqiləri bir yerə yığdıqdan sonra insanın ağlına istər-istəməz çox vacib bir sual gəlir. Sual budur, əgər bu mədəniyyət bu qədər canlı, bu qədər rəngarəng və ən əsası bu qədər yaxşı sənədləşdirilmiş idisə, bəs necə olur ki, bugün bütün bunlar demək olar ki, tamamilə unudulub? Yəni, o tarixi faktlarla bizim bugünkü yaddaşımız arasındakı bu böyük boşluq haradan qaynaqlanır? Cavab deyəsən elə insanın öz təbiətində gizlənib. Keçmiş heç vaxt sadə olmur. Amma biz insanlar olaraq çox vaxt tarixin daha təmiz, daha sadə, daha qəhrəmanlıqla dolu bir versiyasına üstünlük veririk. Bizi narahat edən, mürəkkəb görünən hissələri isə sanki yaddaşımızdan silirik. Sonrakı nəsillər də öz keçmişlərinin daha ideal bir portretini çəkməyə çalışıblar. Və bu prosesdə belə mürəkkəb həqiqətlər yavaş-yavaş unudulub gedib. Və bu sual əslində təkcə Osmanlı tarixi üçün keçərli deyil, bütün dünya tarixi üçün keçərlidir. Bir anlıq düşünün, görəsən doğru bildiyimiz, əmin olduğumuz daha hansı tarixi hekayələrin arxasında belə unudulmuş, gizli qalmış reallıqlar yatır. Bəlkə də tarix bizə məktəblərdə danışılan o səliqəli hekayələrdən qat-qat daha mürəkkəb, daha ziddiyyətli və əslində daha maraqlıdır.